Just Baku International Forum, Urban Forum started, and you have you are participating also in this international event. So it is interesting to obtain your first impressions about this forum and the policies. Yeah, thank you very much for having me. And I want to thank the organizers of this great event. So far, so good. When we were coming, the first thing we considered was accommodation, to show how important accommodation, housing is to humanity. So, and this event has been put together to house the World Urban Forum 13, is something we have been looking forward to, because housing is an important and indispensable thing in the human life. So thank you for having me. Bildirdi ki, əziz tamaşaçılar, tədbir təşkilatçılarına təşəkkür etmək istəyirəm. Həqiqətən də yüksək səviyyədə hər şey həyata keçirilib və sözsüz ki, bu forum çox böyük əhəmiyyətə malikdir. Yəni, o nöqteyi nəzərdən ki, insanlığa xidməti ehtiva edən məsələlər müzakirə mövzusudur. İnsanların yaşayış şəraitinin, ev şəraitinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılır burada. Bu nöqteyi nəzərdən yəni mühüm hesab edirəm, sizə təşəkkür edirəm iştiraka görə. WUF, it's 13 forum in Baku, which is held here, and in this regard, until 2 days, we have reached, like as international community, some results. And from this point, what are your expectations exactly from Baku Forum? Because 2 days we know the tremendous issues, problems in this destination, homeless problem, how we can improve the life of destitute people, and in this regard, what are your expectations? We actually have high expectations, because I'm coming from a nation that is ravaged by terrorist attack. So many people have been rendered homeless due to the insurgencies that is going on. We have millions of people who are on the street, who have no house, no shelter. So the expectation is high. We are looking forward to considering those people, providing accommodation for such people. They don't have voice. We are here to speak for them. Yeah. We are here to speak on their behalf. So, and that's you want to be their voice here. Their voice, yes, the voice of the voiceless. And I must tell you, we have so many IDPs. What do I mean by IDP? Internally displaced persons. Persons who we are, they will remove them from their home due to insecurity and then put them together in a hall. So we have so many IDPs in Nigeria. And these are the people I have come to speak for. Okay. They need home, they need house, so they need shelter. So that's why I said the expectation is high. We have so many homeless people. And I believe through this forum, if those people can be considered, oh my God, that would be wonderful. Yeah. Ya bugüne kadar 13. WUF yani forumudur, sesiyadır. Ama bugüne kadar keçirilmiş bir yol var, müəyyən beynəlxalq ictimaiyyət hansı nailiyyətlər əldə edib. Bugünkü nöqtədən sizin Bakı forumundan nə gözləyirsiniz, veriləcək qərarlar nöqteyi nəzərindən? Dedi ki, mənim gəldiyim məmləkətdə məcburi köçkünlərin sayı çoxdur. Onlar nə üçün evsiz, işsiz qaldı, ona görə ki, terror hücumları olub, onların evləri əllərindən çıxıb, yaşayış şəraitləri yoxdur. Mən onları belə adlandırardım, səsi olmayanlar, yəni səsi eşidilməyənlər.
mən öz məmləkətimdən bura ona görə gəlmişəm ki, həm də səsi olmayanların haqq səsini, onların fəryadını, necə deyərlər, dünya ictimaiyyətinə çatdıraq. Məcburi köçkünlər, evsiz, eşiksizlər, onların həqiqətən də bir sığınacağa, yaşamaq üçün təbii, doğal haqları olan yaşama haqlarını gerçəkləşdirmək üçün bir yəni evə, evciyə hətta ehtiyacları var. Bax, o nöqteyi nəzərdən bu humanitar bir məsələdir. Onun üçün də mən buraya gəlmişəm. Sir, I look just the name of your organization, Works of Mercy Humanitarian Foundation. Exactly, Works of Mercy Humanitarian Foundation. So today's, I think, nowadays, exactly the international community needs the mercy. Exactly, the mercy. Yeah. In this regard, of course, I know you have also expectations from leaders Yes. which are participating here. So I would like exactly to know about that. Oh yes, as you rightly said, the world is in need of mercy and humanitarian. Okay, whatever I'm appealing is a passionate appeal to our leaders. No matter the development, humanitarian development should be a priority. You know, humanity, whatever we can do to support human beings. Human beings is the highest form of development. Okay, so we build the world by building the people, and when we build the people, we are building the world. So I want to appeal Exactly, yeah. the leaders to prioritize human beings. Human beings, whatever development, whatever structure we are building, without building the human beings, we have not started. So it's an appeal to all the leaders to consider, especially those who are homeless. Ya dedim ki, əlbəttə liderlərin necə düşünürsünüz, üzərinə həm böyük məsuliyyət düşür. Bax, sizin təşkilatınızın adında da bu mərhəmət ifadəsi var. Bu nöqteyi nəzərdən nə düşünürsünüz? Yəni, hansı qərarlar sizə görə verilə bilər? Doğru söylüyorsunuz dedi. Mərhəmət çox önəmlidir. İnsan üçün, insana xidmət üçün mərhəmət çox önəmlidir. Necə deyərlər, dünya insanlıq üçün, bəşəriyyət üçündür. O nöqteyi nəzərdən həqiqətən də hesab edirəm ki, insanlığa xidmət etmək, insana xidmət etmək, özəlliklə də onun müdafiəsiz kəsimi olan evsizlərə kömək göstərmək insanlığın üzərinə düşən əsas vəzifələrdən biridir. Deyir qonağımız, əziz tamaşaçılar, of course, the level of organization level of this forum, because Azerbaijani side with the cooperation United Nations, we have organized this 13 session of this forum. What are your opinion about these levels of organization of this international, very important event? It's so massive, and I'm highly impressed with what I'm seeing. This being the first day, and seeing what has been put together, it's amazing. It's amazing. I think apart from football that has brought people together, to have a forum like this, bringing people of all nations together, is in fact is really amazing. I'm highly impressed. The level of organization and the level of receptionness, the warmness we have received so far is so amazing. And I want to commend the organizers, especially the UN Habitat, for organizing this World Urban Forum, the 13th World Urban Forum. I want to really appreciate them, what they have put together, bringing the world together. Prior of this event, Azerbaijan has organized the COP29, and we have exactly tremendous experiences also. Yeah, just for deep note. Exactly, I'm happy to hear that, and I'm happy to get to know that. It's my first time of attending. It's my first time, but as I said, First time, yes. First time, yes. So what I have seen
I'm highly impressed. You know, I can imagine what you people have been doing all this while, and I know the organization is doing well. Ya, əziz tamaşaçılar, təbii ki, təşkilati səviyyə birinci gündür, bunu da soruşmalıyıq qonaqlarımızdan, necə onlara təsir edir. Çox kütləvi iştirak var deyil. Özüm də düşünürdüm ki, yəni bu qədər iştirakçı, bunları təşkilatın necə həyata keçiriləcək, yəni bütün bunlar necə təşkil olunacaq ki, bütün rahatlıq təmin olsun. Böyük təəssürat altındayam, yüksək səviyyədə təşkilatçılıq var. BMT-nin Habitat strukturuna təşəkkür etmək istəyirəm, Azərbaycana, təşkilatçılara gerçəkdən də minnətdarlıq etmək istəyirəm ki, yəni bu işi yüksək səviyyədə həyata keçiriblər. Mən dedim ki, COP29-da biz yüksək səviyyədə keçirmişdik, hər kəs təcrübəmizin olduğunu bilirdi zaten. Qonağımız dedi ki, əlbəttə elədir və ümumiyyətlə tədbirin təşkilatı səviyyəsinə görə bir daha təşkilatçılara minnətdarlığını ifadə etdi qonağımız. So, thank you very much, Mr. For your taking part in our program today. Maybe you have to say something, you can do that in front of our cameras here. Maybe you want to say something to Azerbaijani people. It's first time you're in? First time. Yeah, what are your impressions about our countries? Oh, that's what I said. I said so far the warmness, the people here, they are nice. No. They are nice, right from the airport, the reception where we have lodged, they are nice. And you approach people, you ask them questions, they answer you, they respond, and the food is also on that level. So if I'm given the opportunity, as you rightly said, I wouldn't mind. That's why I'm here. I want to speak for the voiceless. I want to speak for those who don't have voice. Yeah, I am absolutely convinced you will be. If I have the opportunity, You will please, because those people, their voice need to be heard. Yeah. Thank you very much, honestly, and I really appreciate this. Yeah. Okay, thank you very much again for your participation. Əziz tamaşaçılar, soruşdu ki, yəni sizin ümumiyyətlə Azərbaycanla bağlı birinci dəfə deyək buradasınız. Təəssüratlarınız nədir? Onu da mütləq həm də söz verdik ki, yəni tamaşaçılarımıza da müraciət edə bilərsiniz. Böyük təəssüratlar altındayım, gözəl ölkənizdən, çox qonaqpərvər, sevgi dolu, necə deyərlər, xalqınız var. Hər soruşduğumuz suala məmnuniyyətlə cavab verirlər, qonaqpərvərlik göstərirlər. Yeməklərinizi xüsusilə vurğulamaq istəyirəm, dedi qonağımız və böyük təəssüratlar altındayım və təşəkkür edirəm, çox sağ olun deyirəm Azərbaycan xalqına. Bildirir Works of Mercy, Beynəlxalq Humanitarian Foundation fondunun və humanitar fondunun Nigeriyadan olan rəhbəri cənab John Adizie proqramımızın qonağı oldu. Thank you very much again, Mr. for your participation. Əziz tamaşaçılar, yenə də qonaqlarımızla qarşınızda olacaq. Hələlik deyirsiniz. Thanks a lot. Thank you very much. Stop.